Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizlər üçün günlərlə qalsa belə boyatlanmaya yumuşaq, çox dadlı, ləzzətli şəkərbara reseptini bölüşürəm. Sizlər üçün də maraqlıdırsa, keçək hazırlamasına. İlk öncə içliyi hazırlayırıq. İçlik üçün 500 qram təmizlənmiş fındıq götürürük və 400 qram da şəkər tozu götürürük. Demək ki, ilk öncə mən fındığı gördüyünüz kimi fındıq çəkən maşından çəkmişəm. Üzərinə 400 qram, yəni 2 stəkan şəkər tozunu əlavə edirəm və 1 çay qaşığı da hil ədvasını üyüdüb içərisinə əlavə edib qarışdırırıq. İçliyimiz hazır olur, qoyuruq bir kənara və keçirik xəmiri yoğurmağa. Onu da qeyd edim ki, mən fındıq ləpəsini hazır təmizlənmiş fındıq ləpəsindən istifadə etmişəm. Bu cür almışam. Əgər qabıqlı fındıq ləpəsi olsa, onda mütləq fındığı qovurun, yəni qabıqlarından təmizləyib istifadə etmək lazımdır. Şəkərbaranın xəmiri üçün 1 kiloqram ağ un götürürük. Üzərinə 1 paket vanil və çay qaşığının ucunda duz əlavə edib bunları qarışdırırıq və ortasında bir oyuq açırıq. Bura demək ki 3 ədədin yumurtasını ağından ayırırıq. Yumurtanın ağlarını istifadə etmirik. Yalnız 3 yumurtanın sarısını əlavə edirik xəmirin içərisinə və ev temperaturunda olan 200 qram xama əlavə edirik və ərinmiş 300 qram da kər yağımızı içərisinə əlavə edib burada demək ki yarım çay qaşığından da az maya götürürük. Ümumilikdə 1 stəkan hələ ki ilıq süd götürmüşəm. İndi az-az istifadə edəcəm. Sonda nə qədər gedəcək onu da sizlərə qeyd edəcəm. Yenə də qeyd edirəm. Yarım çay qaşığından az quru maya götürürük. Üzərinə 4 xörək qaşığı ilıq süddən əlavə edirik. Demək ki quru mayamızı südlə həll edib bunu da əlavə edirik xəmirin içərisinə. Və südümüzdən də biraz içərisinə əlavə edirik. Öncə qaşıq vasitəsilə və ya çəngəl vasitəsilə yumurtanın sarısıdır, yağdır, xamadır. Bunları biraz belə gördüyünüz kimi üzdən qarışdırırıq ki, hamısı qarışsın. Daha sonra isə artıq başlayırıq xəmirimizi yoğurmağa. Şəkərbaranın xəmiri bərk xəmir olmalıdır. Ona görə də bərk xəmir yoğururuq və mütləq südü istifadə edərkən az-az əlavə edərək xəmiri yoğurun. Çünki unun növündən asılı olaraq ola bilər siz elə bu 200 milli, yəni 1 stəkan südün hamısında istifadə edə bilərsiniz və ya az da istifadə edə bilərsiniz. Mən ümumilikdə 150 milli süddən istifadə etdim. Yəni 1 stəkan hamısını istifadə etmədim. 150 milli süddə stəkandan 2 barmaq əski süd eləyir. Yəni bu qədər süd istifadə etdim. Çünki xəmirimiz yumşaq olmalı deyil, bərk xəmir olmalıdır. Mütləq buna diqqət edin. Ona görə südü bir dəfəlik xəmirin içərisinə əlavə etməyin. Lazım olduqca hissəsi əlavə edərək xəmiri yoğururuq. Bir də dəyərli izləyicilərim, şəkərbaranın qəşəng ağappaq çıxmasını istəyirsinizsə, onda mütləq çalışın ki, şəkərbaraya istifadə edəcəyiniz yağ da ağ yağ olsun, ağappaq yağdan istifadə edin. Bir də ağ un olmalıdır. Yəni yağınız və ununuz ağ olarsa, onda şəkərbaranız da qəşəng ağappaq alınacaq. Qeyd etdiyim kimi şəkərbaranın xəmiri bərk xəmir olmalıdır ki, bişərkən naxışları, kənarları hamısı necə bükürüksə, necə naxış vururuqsa o cür qalsın. Bərk xəmir yoğurdum və yoğurarkən xəmiri görəcəksiniz ki, biraz belə parçalanmış kimi olur. Buna fikir verməyin, üzərini örtürük. Baxın, burada 50 milli südüm artıq qaldı gördüyünüz kimi. Yəni 1 stəkan hamısını istifadə etmədim. Xəmirin üzərini örtürük və elə burada masanın üzərində çox yox, 15 dəqiqə xəmiri dincəlməyə qoyuruq. Xəmir 15 dəqiqə dincəldikdə artıq bir qədər özünə gəlir və xəmirlə işləmək rahat olur bizə. Şəkərbaranın xəmirini qətiyyən çox mayalandırmaq olmaz. Sadəcə 15 dəqiqə bizə bəs edir ki, xəmirimiz dincəlsin, bir qədər toparlansın. Mən şəkərbaraları tək hazırladığım üçün xəmirin yarısını kəsirəm və bir salafanın içərisinə yerləşdirib soyuducunun buzluq olmayan adi gözündə saxlayıram ki, xəmir ev temperaturunda qalıb mayalanmasın və digər xəmiri isə başlayıram artıq kündələrə bölməyə. Bildiyiniz kimi şəkərbaranın xəmiri 40 qramdan tutulur. Ona görə də mən xəmirimi ilk öncə kündələrə bölürəm və tərəzidə çəkirəm, kündələrimi 40 qramdan tuturam. 1 kiloqram undan 43-44 ədəd şəkərbaralar alınır. Baxın, gördüyünüz kimi tərəzidə çəkirəm və hər bir kündəmi 40 qramdan tuturam. Kündələrimizi hamısı eyni ölçüdə olmaqla 40 qramdan tutduqdan sonra ovcumuzun içərisində kündələyirik. Kündələdikdən sonra üzərini salafanla örtüb elə burada masanın üzərindəcə çox yox 2-3 dəqiqə gözlədirik və başlayırıq yaymağa.
Sizlər də əgər mənim kimi tək hazırlayırsınızsa, ona görə mütləq xəmirin yarısını soyuducuda saxlayın, yarısını isə başlayın hazırlamağa. Bir də şəkərbanın xəmirini qətiyyən mayalandırmaq olmaz. Əgər xəmir mayalanarsa, onda kənarları da açılar, naxışlar da üzərində qalmaz. Ona görə mütləq xəmiri yoğurun. 10-15 dəqiqə dinləndirdikdən sonra başlayın birbaşa tez hazırlamağa. Yaxşı olar ki, köməklə hazırlayasınız, xəmir mayalanmasın. Kündələrin hamısını salafanın altında saxlamaq lazımdır ki, qurumasınlar. Hamısını kündələdikdən sonra bir-bir başlayırıq yaymağa. Yayarkən də çox iri yaymırıq. Armudu stəkanın nəlbəksi boyda gözə yarı olaraq belə gördüyünüz şəkildə yayıram. Mən öncə demək 43-44 ədəd burada məndə kündə var. Hamısını yayıram. 5-5 üst-üstə yığıram. Hamısını yayıb hazırladıqdan sonra başlayıram artıq içlərini doldurmağa. İçərisini doldurarkən də mütləq çalışın ki, kündənin alt hissəsi var. Həmin hissədən içliyi doldurun ki, həmin o nahamar hissə içəri hissədə qalsın. Kənarlarının yaxşı yapışması üçün də əlinizin altına bir qabın içərisində adi soyuq su qoyun və xəmirin kənar hissələrini bir dəfə, iki dəfə barmağınızı batıraraq su gəzdirin ki, belə içliyi qoyub bükərkən ağız hissəsi yaxşı yapışsın. Hər bir xəmirin içərisinə 2 çay qaşığı yarım, 3 çay qaşığı belə içlik əlavə edirik və baxın gördüyünüz şəkildə bu cür salafanın altına yığırıq. Barmağımızı bir dəfə, iki dəfə suya batıraraq xəmirin yalnız kənar hissələrinə çəkirik və qeyd etdiyim kimi 2 çay qaşığı yarım, 3 çay qaşığı dolu içlikdən əlavə edirik. Qaşığın alt hissəsi ilə üzərindən basırıq. Bunu mütləq bu cür etmək lazımdır ki, bu şəkərbanın içliyi xəmirin kənarlarına dəyməsin. Əgər xəmirin kənarlarına dəysə, onda bu ağız hissəsi yaxşı bükülməyəcək. Və 2-3 dəfə masanın üzərinə çırpırıq. Beləcə qəşəng bükürük, möhkəm və salafanın altına yığırıq. Hamısını bu üsulla içliyini doldurub, büküb yığırıq. İçliklərini doldurduqdan sonra artıq başlayacağım kənarlarını bükməyə. Xəmirin içliyini doldurduqdan sonra birbaşa kənarlarını bükməyin. Mütləq içlərini hamısını doldurun, salafanın altına yığın qalsın, daha sonra isə başlayın kənarlarını bükməyə. Bir də onu da nəzərinizə çatdırım ki, xəmiri yoğurarkən mütləq istifadə edəcəyiniz ərzaqlar hamısı çalışın ev temperaturunda olsun, sadəcə südü biraz ilıq halda, isti yox, ilıq halda istifadə edin. Və artıq hamısının gördüyünüz kimi, hamısını deyəndə xəmirin yarısını, yəni mən tək işləyirəm burada, tək hazırlayıram ona görə xəmirin yarısı hələ soyuducuda qalıb. Yarısını gördüyünüz kimi içliyini hamısını doldurdum, salafanın altında yığdım. İndi isə başlayıram, bir-bir götürürəm və kənarlarını bükürəm. Kənarlarını bükməmişdən öncə də iynə ilə bir neçə yerlərindən deşiyi açıram ki, içərisində hava qalmasın, bişərkən də bu demək kənarlar açılmasın. Gördüyünüz kimi baxın 3-4 dəfə deşiyi açıram və başlayıram kənarlarını bükməyə. Kənarlarını bükdükdən sonra yenə də bunları salafanın altına yığırıq. Hamısının kənarını büküb qurtardıqdan sonra artıq başlayacağım naxış vurmağa. Kənarını bükdükdən sonra da əlimizlə mütləq baxın bu cür kənarlarına düzəliş veririk və salafanın altına yığırıq. Bir də onu da qeyd edim ki, şəkərbaralar bişərkən əgər istəyirsinizsə naxışları itməsin, qəşəng hamısı üzərində qalsın, onda şəkərbaraları naxışladıqdan sonra artıq biz üzərinə salafan örtmürük. Üstü açıq şəkildə elə ev temperaturunda bir 15 dəqiqə gözlədirik ki, üzərində olan naxışlar qurusun. Əlinizi də üzərinə vurduqda naxışların üzərinə görəcəksiniz ki, artıq naxışlar quruyub. O cür olduqda artıq götürüb bişirirsiniz və şəkərbaralar bişərkən də görəcəksiniz hamısının naxışı qəşəng üzərində necə vurmuşdursa o cürdə qalıb. Baxın artıq kənarlarını bükdükdən sonra başlayıram naxış vurmağa. Mən şəkərbaraların yarısını 11 dişli maqqaşla naxışladım, yarısını isə 13 dişli maqqaşla naxışladım. Yəni bu iki maqqaş mənim əlimə yatımlıdır. Sizlər də hansı ilə istəsəz o cürdə naxış vura bilərsiniz. Naxış vurmaq da təbii ki qalıb sizlərin zövqünə, yəni kimin əlindən necə gəlirsə, necə bacarırsınızsa o cürdə naxışlaya bilərsiniz. Hətta o vaxtlar, mən uşaq olan vaxtlarda yadımdaydı ki, rəhmətli anam həmişə biz şəkərbara yığışıb bişirərkən hər birimizin adını da şəkərbaraların üzərinə yazırdıq. Yəni çox maraqlı idi. Anam o cürdə hazırlayırdı bizim üçün. Yəni istəsəz sizlər də kiçik evladlarınız varsa, uşaqlarınızın adlarını da hətta üzərinə yaza bilərsiniz. Çox sevə-sevə yeyəcəklər, bundan əmin ola bilərsiniz.
Şəkərbura bükmək, içərisini doldurmaq, naxışlamaq bir qədər xırda işdir. Ona görə həmişə bunu bişirərkən çalışın ki, bir neçə nəfər oturun, yəni birlikdə hazırlayın ki, həm də tez qurtarasınız. Çox rahat olur. Mən təbii ki, yenə də qeyd edirəm, tək hazırladığıma görə xəmirin yarısını soyuducuda saxladım ki, qalıb mayalanmasın. Mayalandıqda bişərkən görüntüsü itir. Ona görə sizlər də tək hazırlasanız, mütləq xəmirin yarısını soyuducuda saxlayın. Şəkərburalarımıza naxış vurduqdan sonra listin içərisinə düzürük. Yağlı kağızınız varsa, yağlı kağızın üzərindən düzün. Yoxdursa, adi listin içərisində də düzə bilərsiniz. Yəni qətiyyən yapışmağı yoxdur, yapışmır. Və listin içərisində yığdıqdan sonra da mütləq baxın, görürsünüz, iynə ilə bir neçə yerdən, orta hissəsindən 3 yerdən və kənar bu bükdüyüm hissədən, qırağını bükdüyüm hissələrdən də 2-3 yerdən iynə ilə batırıram. Bunu mütləq belə iynə ilə deşmək lazımdır ki, içərisində hava qalmasın, pişərkən qətiyyən şişməsi olmasın. Və baxın, görürsünüz, belə ev temperaturunda 1-15 dəqiqə saxladım. Üstünə qətiyyən heç bir şey örtmürəm. Artıq əlimi vururam naxışlarına, baxıram ki, naxışları quruyub. Bu cür olduqda artıq mən bunu öncədən isidilmiş sobamıza yerləşdirərək bişirirəm. Gördüyünüz kimi sobanın ən alt gözündə bişirirəm. Əgər konveksiyalı, yəni mebelçi sobadsa, mən konveksiya rejimində 120 dərəcədə bişirdim. 30-35 dəqiqə müddətində bişib hazır olur. Adi kiçik sobalarda isə 150 dərəcədə sobanın ən alt gözündə bişirə bilərsiniz. Və artıq budur, gördüyünüz kimi şəkərburalarım hamısı bişib hazır oldular. Rəngi ağappaq, naxışları hamısı üzərində, kənarları qətiyyən açılmayıb, çox gözəl alınıblar və tam soymasını gözlədim. İndi isə kəsib iç görünüşündə sizlərə göstərəcəm. Şəkərburalarımızın gördüyünüz kimi üzəri qətiyyən qızarmalı deyil, alt hissəsi bir qədər qızarır və şəkərburaların demək bişməyini necə bilirsiniz? Naxış vurmadığımız tərəf ki var, şəkərburanın biraz bu qarın hissə tərəfi, həmin hissədən biraz barmağınızla əlinizi vurursunuz, barmağınızı batırırsınız, həmin hissə içəri girmirsə, artıq görürsünüz, bərk gəlirsə əlinizə, onda demək şəkərburalar bişib və sobadan götürürük, tam soymasını gözləyirik. Baxın, gördüyünüz kimi bu da iç görünüşüdür. İçi qəşəng dop-dolu, çox yumuşaq, çox dadlı alınıblar. Qaldıqca da qəşəng yumuşaq qalır. İnanın ki, dadından doymaq olmur. Burada birini mən dişləyib də içərisini sizlərə göstərmək istəyirəm. Çox yumuşaq alınıb, həqiqətən də mükəmməl bir dadı var. Çox ləzzətli şəkərburalardır. Artıq Novruz bayramına da sayılı günlər qalıb, hazırlayın. Sevdiklərinizi, yaxınlarınızı bu cür ləzzətli təamlarla sevindirin. Bu qədər, əgər bəyəndinizsə, yaxınlarınızla da videomu paylaşın. Zəhmətə dəyər verib videonu bəyənməyi, xoş sözlərinizi yazmağı unutmayın. Sağ olun, inşallah yeni videolarda görüşmək ümidi ilə salamat qalın.